Salam aleykum. Hər kəsdən xahiş edirəm ki, bu videonu bəyənsin və paylaşsın. Çünki bu xərçəng xəstələrinin sürətli şəkildə sağalmağına səbəb olacaq. Bax, mənim bu gözəl həkimimdir. Doktor İlahə Hacıyeva Milli Onkologiya Mərkəzində fəaliyyət göstərir. Demək, müalicə korpusunda 3-cü mərtəbədə işləyir. E, Bir şey aydınlıq gətirmək istəyirəm. Siz bir dənə həkimin yazdığına baxın, diqqət edin. Bir dənə oxuyum mən də sizin üçün. Yazıb ki, sağlam qidalanma xərçəng müalicəsində bədənə dəstək olur, müalicənin təsirini artırır və bərpanı sürətləndirir. Tam doğru. Çünki gözəl həkimdir, işini bilən həkimdir, protokol üzrə düzgün işləyir, xəstəni ac qoymur. Çox insanlar mənə yazır ki, sizin həkiminiz kimdir? Baxın, bu xanımdır. Səhifəsinə daxil olarsınız və əlaqə nömrəsi də var orada. Kim yanına getmək istəyir, getsin. Mən də izah verim. Xərçəng xəstələri sürətli şəkildə necə sağala bilər? Yollarını göstərirəm sizə. Bu pulla olası şey deyil. Yəni insanlar gördüm ki, xaricdə getdilər, müalicə aldılar, Türkiyədə, nə bilim İsraildə, hamısı gəldi, dünyalarını dəyişdi. Pulla olmur bu. Ağılla hərəkət etmək lazımdır. Demək, baxın, çox xəstələr mənə yazır ki, demək bizdə metastaz yox idi. Bizdə məsələn üçün yad törəmələr aşkar olundu. Biz getdik məsələn üçün ximiya başladıq, bədənimizə sonra yayıldı. Bax, bu məsələyə aydınlıq gətirirəm. Demək, siz gedirsiniz, ximiya başlayırsınız. İmmunitet biraz normal vəziyyətdə olur əvvəllər. Metastaz verməyib hələ ki. Demək, ximiya vurandan sonra bədənə böyük dalğa dəyir. Yəni, zərbə dəyir də, belə deyim. Ümumilikdə bütün orqanizmə zərbə dəyir. İmmunitet zəifləyir. Bəzi insanlarda bu 80-90% hallarda ishal olur, bəzi hallarda insan qəbz olur, tək-tük hallarda. Ən çox ishal olur. Birbaşa bağırsağın mikroflorası bərbad vəziyyətə düşür də, bir sözlə belə sizin öz dövlünüzə də deyəcəm. Yəni mikroflora pozulur. Artıq bağırsaq öz işini layiqincə görə bilmir. Bax, bizə bu məqamda bağırsağı təmir eləmək lazımdır, müalicə eləmək lazımdır. Hər şeyi həkimlərin üzərinə atmayın. Həkim nə deyir, onu eləyin, protokol üzrə. Əlavə də mən sizə dediklərimi də inşallah eləyin. Vallahi ki, bu sözlər qızıldan dəyərli sözlərdir. Bax, kimdəsə güclü ishal yarandısa, bir qardaş da mənə yazmışdı, mömin qardaşdır, qardaşım müalicə eləyirlər. Dedi ki, qardaşımda ishal oldu 2-3 gündən sonra. Bir neçə gündən sonra artıq ishal başlayacaq, çox güman ki, 80-90% başlayacaq. Demək, artıq güclü ishal başlayıbsa, bizim o deməkdir ki, bağırsağımız, məsələn üçün, belə-belə işləməlisə, normal şəkildə, artıq belə-belə sürətlə işləyir, ishal yaradır. Ya da ki, qəbz olanda artıq səhərir, belə-belə səhərir, işləyə bilmir. Bağırsağın funksiyası pozulub. Bunu bərpa etmək üçün, əgər ishalsınızsa, mütləq şəkildə bunu bərpa eləmək lazımdır. Çünki bizim yediyimiz qidalar artıq mənimsənmir, soğurulmur. Yəni, belə deyim də, bağırsaq qidaları lazımı qədər soğura bilmir. Qidalar elə bil soğurulmamış atılır bayıra, nəcis şəklində. Bunun üçün nə edirsiniz? Götürürsünüz narın qabığını, yaxşı olar ki, şirin narın qabığını. Bir xörək qaşığı götürün, bağırsağı düzəltmək üçün deyirəm, amma mikroflorasını bərpa eləmək üçün deyirəm. Bunu mütləq eləməlisiniz. Əks halda nə sizin qanınız qalxacaq, nə də ki, yediyiniz qidalardan vitamin, mineral əldə etmiş olmayacaqsınız. İmmun sistem çökə-çökə gedəcək və nəhayət ardıcıl ximiya vura-vura sizdə bədəndə yayılma baş verəcək. Çünki immun sistem yoxdur. Burada qidalanma mütləq şərtdir. Bağırsağın mikroflorası mütləq şərtdir. Bu video çox insanların sürətli şəkildə sağalmasına səbəb olacaq. Xahiş edirəm, diqqətlə dinləyin. Demək, nar qabığını götürürsünüz, bir xörək qaşığı. Tökürsünüz bir stəkana, 5 dəqiqədə qaynadırsınız, içirsiniz. Bu ishalı dayandırana qədər 80-90% ishal yavaş-yavaş dayanacaq. Əgər dayanmasa, artıq bura bir çay qaşığı da demək, palıd qabığı qatırsınız, bir çay qaşığı. Bunu da 5 dəqiqə həmçinin qaynadırsınız, içirsiniz. Bu da sizdə artıq ishalı yavaş-yavaş dayandıracaq. Əgər çox şiddətli ishal varsa, dayanmaq yoxdursa, onda bura qatacaqsınız bir çay qaşığı da demək, qatacaqsınız çiyələk yarpağı. İnşallah bu sizin ishalınızı dayandıracaq. Və bir şey də xahiş edirəm ki, onu qurtum için və içəndə ağzınızda biraz fırladın. Ağız boşluğunda sonra için, həm də dişinizin dibini bərkidəcək. Elə bir şeydir. İshal dayandısa, gözəl. İndi qayıdıram, kimdə qəbz olacaqsa, bax ona. Qəbz olan insanlar. Gördünüz ki, qəbzsiz bayıra gedə bilmirsiniz, bir neçə gündür, artıq işləmir. Yenə də soğurulmur.
Bax, onda siz psilium tapırsınız. Yaxşı psilium Yasamal ərazisində olur. Bəzi dükanlar var orada. Sonra Razində olur. Kim tapa bilməsə yerin məndən soruşar, mən deyərəm, yazar, deyərəm harda var. Artıq siz psiliumdan istifadə eləməlisiniz ki, bağırsağın biraz sürətli şəkildə işləməyini təmin etmək üçün qəbz olanlar. Götürürsüz, psiliumu tökürsüz bir ilıq suya, bir xörək qaşığı, bir stəkana qarışdırırsınız, içirsiniz. İçəndən də sonra üstündən 1-2 stəkan ilıq su için, tez için, saxlamayın onu. Və gün ərzində qidaların üstünə, yemək yeyərkən qidaların üstünə belə götürün, səpin biraz duz kimi və onu da yeyin inşallah. Sonra görsəz ki, yenə də qəbizlik azalmır və yaxud az azalır, onda Pakistan morinqası tapın. Onda çalışın yaxşısını tapın, Pakistanın olan. Ondan da yeməklərin üstünə az-azıq səpin, o da düzəldəcək sizin bağırsaqlığın mikroflorasına kömək edəcək. Tərkibində də çox gözəl kalsium var. Demək, artıq bağırsaq qaydasına düşdü, artıq bax, çox insanlar öz nəzərisinə nəzarət eləmir. Baxmaq lazımdır, bayıra gedəndən sonra özlərinə sıxışdırmırlar bəziləri ki, mən nəzərimə çoxsundan soruşuram, deyir, yox, baxmıram, nəzarət eləmirəm. Özünə sıxışdırmır. Sən gedib böyük xəstəlikləri səni yaxalayanda, gedib həkimlərin əlinə düşəndə, cərrahiyə düşəndə, orada sən əməliyyat olanda bütün sənin orada sestralar, həkimlər orqanları görür. Sən bunu özünə sıxışdırırsan, amma sən öz nəzüsü analiz eləmirsən ki, bir dənə baxım görüm, bəlkə məndə qanaxma var. İllərdir insanlar qan azlığından əziyyət çəkir. Bunu bir də nəzarət eləmək lazımdır. Bu da çətin bir şey yoxdur. Və artıq ishalı düzəldisə və yaxud qəbizliyi normasına saldısa, siz dərhal kefir içməlisiniz. Gündə 1-2 stəkan kefir içməlisiniz. Kefiri də dükanlardan almayın. Əldə düzəlmə kefirlər olur. Bax, ondan alın. Sonra əgər onu da tapa bilmirsinizsə, kefirin mayasını satırlar. Alın, qatıq kimi bir şeydir də o. Çalırsınız. Onu istifadə edin ki, tərkibində probiotik var. Bax, o sizin bağırsaqda xovları qidalandıracaq, soğurulmanı təmin eləyəcək. Yəni sizin qidalarınız mükəmməl şəkildə soğurulacaq. Orqanizm mineral vitamin əldə etmiş olacaq. Bunu bizə lazımdır ki, immun sistem qalxsın. Bax, bunu ona gətirib çıxardıram ki, yəni sizə ardıcıl olaraq ximiya vurulur. Sizin immun sistem çökür, bağırsaq da qidaları soğura bilmir. Siz oradan mineral vitamin əldə etmiş olmursunuz. Ona görə də ardıcıl ximiya vurula immun sistem çökür və nəhayət insan orqanizmində ximiya gedə-gedə metastaz verir. Yəni yad törəmələri artıq bədəndə yayılır. Çünki immun sistem yoxdur bədəndə. Leykositlər qırılıb, eritrositlər çöküb, hemoqlobin yoxdur. Bütün hamısı dəyərləri çöküb. Bax, ona görə də həkim burada yazıb ki, qeyd edib ki, sağlam qidalanma xərçəng müalicəsində bədənə dəstək olur. Toçun müalicə təsirini artırır və bərpanı sürətləndirir bərpanı. Buna diqqət eləyin. Bunu hər onkoloq demir, bunu savadlı onkoloqlar bilir. Çünki bu həkim, Allah razı olsun ondan, mənə heç vaxt ac qoymur, mənə düzgün şəkildə qidalanmanı başa salır. Mən də çox dərinlik araşdırmışam ki, bu qidalanma mütləq lazımdır. Bax, ona gətirirəm ki, xəstənin bədənində yad törəmə aşkar olunur, metastaz verilmir, gedib ximiya vurur, ximiyadan sonra bədənində yayılır. Çünki immun sistem çökür, bağırsaqlar qidaları soğura bilmir. O qədər ardıcıl ximiya vurur ki, immun sistem nəhayət elə bir vəziyyətə gəlib çıxır ki, yad törəmələr artıq bədəndə yayılır və insan məhv olub gedir, tələf olub gedir. Bax, gözəl insanlar, düzgün həkim seçəcəksiniz, düzgün ağılla hər şey eləyəcəksiniz. Bax, yürüyüş eləmək lazımdır, ucqar nöqtələrdə olan toxumalar, hüceyrələr qidalansın. Sonra yatmağa riayət eləmək lazımdır. Onda yatıb saat 5-də durmaq lazımdır. Çünki biz bədənimizdə, orqanizmdə saat 11-dən saat 3-ə qədər bərpa işləri gedir. Bədən özünü yeniləyir, təmir işləri gedir. Belə başa salım sizə. Biz yatmayanda, biz saat 12-də 1-də yatanda artıq o həyata keçmir. Bütün hamısına riayət edin, düzgün şəkildə qidalanın, qidaları qarışdırmayın. Vallahi ki, siz bunları eləsəz, sürətli şəkildə sağalacaqsınız. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində. Amin.